Salam. Mövzumuz ədədi ardıcıllığın limitidir. Əvvəlcə gəlin qaydalara baxaq, ondan sonra testlərin həllinə. Deməli, qaydamız necədir? Əgər n sonsuzluğa yaxınlaşırsa, qeyd eləyin, yadda saxlayın. N sonsuzluğa yaxınlaşırsa, ədədi n-ə böldükdə cavab 0-a bərabər olur. İstənilən ədədi n-ə böldükdə 0-a bərabərdir. 22 bölək n bərabərdir 0. Ədədi n-ə və onun qüvvətlərinə böləndə, məsəl üçün 5 bölək n kvadratı bərabərdir 0. 10 bölək n-in kubu bərabərdir 0. Əsas qayda budur. Əgər n sonsuzluğa yaxınlaşırsa, istənilən ədədi n-ə və onun qüvvətlərinə böldükdə cavab 0-a bərabərdir. İndi gəlin baxaq birinci test tapşırığına. Burada qayda necədir? Əgər kök altı ifadə edirsə, kökün altındakı ifadəni n-in ən böyük həddinə bölürük. Misalın özünü köçürməyəcəm. Baxın, 5n kvadratını bölürəm. N-in ən böyük qüvvəti burada elə n kvadratıdır. 3 bölək n kvadratı. Bir dənə buna diqqət edin. Kənarda qalan hissəni n-ə bölürük. Yəni kök altını n kvadratına böldüyümüzə görə, elə bil ki n kvadratından kök altından n çıxır da, belə götürək. Məxrəci də eyni zamanda 45 bölək n kvadratı üzərinə çıxaq 3 bölək n kvadratı. Kənarda qalan hissəni yenə n kvadratına yox, n-ə bölmək lazımdır. Bu qaydanı yadda saxlayın. Kökün altını nəyə böldüsə, kənarda qalan hissəni yəni ona bölmürük. Elə bir kök altından n kvadratından n çıxır da, belə fikirləşək. İndi baxaq. Burada n kvadratlar gedir. Baxın. Qalır kök altında 5. 3 böl n kvadratı 0'dır. Bayaq qaydada demişdik. 6 böl n yenə 0'a bərabərdir. Məxrəcdə n kvadratlar gedir. 45. Sonra 3 böl n kvadratı 0'dır qaydaya görə. 5 böl n o da 0'a bərabərdir. Yəni bunlar 0'a bərabərdir qaydaya görə. Deməli burada qalır kök altında 5, məxrəcdə də olur kök altında 45. Yuxarı hissədə qeyd eləyəcəm davamı. Bunu da yazırıq eyni kökdə. 45'də 9. İxtisar aparsaq, kök altında 9'da 1, o da bərabərdir 3'də 1'ə. Cavab burada Y variantıdır.